Allah tuizzu mən təşə. Allah istədiyinə izzət verər. Və tuzillu mən təşə. İstədiyini də zəlil eləyər. Yəni, kimi istəyər izzət verər, kimi də istəyər zəlil eləyər. Bilirsiniz, Allahın istəyi kefinlə deyil. Allah Taala'nın istəyi hikmətindəndir, mərhəmətindəndir. Allah Taala kimi istəyər izzət verər, kimi istəyər zillət edər. Bu nə sözdür? Yəni, o kəslər ki, ixtiyarınla zillətə düşəcək şəraitin altına keçsələr, avtomatik Allah onları zəlil eləyər. O kəslər də ki, o şəraitlərdən bəndəçilik simasını özlərində qorusalar, Allah Taala onlara izzət və übuhət verər, heybət verər. Onların baxışlarında bir heybət yaradar və onların baxışınla düşmənin qəlbinə bir qorxu salar. Bəzən Allah qatında insan özünü o qədər kiçildə bilər ki, Allah Taala onun übuhətini insanların qarşısında böyüdər. Niyə deyirlər? Gecə ibadəti, gecə zikri, Allahla əlaqənizi möhkəmləndirin ki, Allah Taala sizin məhəbbətinizi insanların qəlbinə salsın və düşmən qarşısında sizi heybətli qərar versin. Gözlərinizdə bir heybət yaratsın. Düşmən gözlərinizə baxanda qorxusun.